söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin, o cümlədən Qarabağ əhalilərinə qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri hörmətli Etibar Vəliyevə və onun müavini Etibar Həsənova verilir. Mən də bütün tədbir iştirakçılarını, dəyərli şəhid ailələrini, tədbirdə işləyən salamlayıram. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Mən də bir peşəkar zabit kimi bizim milli qəhrəmanımız Vaqif Qurbanov barəsində o çoxdan bilirdi. Cənab Prezidentimiz də sağ olsun ki 33 ildən sonra bizim 7 noyabrda Vaqif Qurbanova milli qəhrəman adı verdi. Yəni təşəkkür edib bizim birliyimiz adından. Vaqif Qurbanovun döyüş yolu burada danışıldı. Çox belə burada bizim nə deyirlər, lyotiklərimiz buradadır. Bunlar bizə yaxşı bilirlər. Yəni hər bir lyotik gündə 3 dəfə havaya qalxmır, 4 dəfə havaya qalxmır. Ancaq Vaqif Qurbanov bir gündə 4 dənə uçuş keçirib həyatan. Yəni döyüş yolu danışılası böyük döyüş yolları var. O cümlədən Tovuz bildiyimiz kimi qəhrəman rayondur. Bu Tovuzun 4 dənə milli qəhrəmanı var. Yəni bunları da unutmayaq. Yəni bizdən sonraki nəsilə də çatdırmalıyıq ki, bizim Tovuzda 4 dənə milli qəhrəmanımız var. 3 dənə vətən müharibəsi qəhrəmanımız var. 460 şəhidimiz var. Bunların hamısını biz unutmamalıyıq. Yəni biz biraz tez unudanıq, ancaq unutmamalıyıq ki, biz bu rayon qəhrəmanlar yetiştirir. Yəni bildiyiniz kimi də 88-ci ildən döyüşə bir qarış torpaq vermir Tovuz rayonu. Ona görə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bizim milli qəhrəmanları da nur içində yatsın. Bütün şəhidlərimiz nur içində yatsın ki, bizim rayonumuzu belə tanıdırlar. Azərbaycanda ki, yəni Tovuz rayonunda yəni 3 dənə də belə götürən Sovet İttifaqı qəhrəmanımız var Tovuz rayonunda. Yəni bunların hamısını qeyd eləməliyik biz. Bu çıxış eləyəndə, başlayanda da mən xahiş edirəm ki, birinci qəhrəmanlarımızdan, yəni bu rayonun qəhrəmanlarından danışmaq lazım. Bax, burada duran gənclərə örnek olmalıyıq ki, yəni göstərməliyik ki, bu rayon 3 dənə Sovet İttifaqı qəhrəmanı, 3 dənə vətən müharibəsi, 4 dənə milli qəhrəman şəhidlər vermişik. Bunların hamısını qeyd eləməliyik. Sağ olun, var olun.